Burada 102 metr uzunluğunda 15 metr yerində çardağı işləmişəm. Bu qardaşlar da o bir çardağı işləyir. Düz 8 aydır ki, bunu süründürürlər. Deyirlər ki, bizim arxamızda Hacı durub, deputat durub, Nurlayev durub. Sizdən xahiş edirəm, bu barədə bizə köməklik edin. Hacı Nurlayevin, Razı Nurlayevin qardaşıdır. Razı Nurlayevin qardaşıdır, bəli. Yəni, belə deyim də, hegemonluq edir. Razi müəllim, bu vətəndaşlar deyir ki, sizin qardaşınızın obyektində işləyiblər, amma 8 aydır pullarını ala bilmirlər. Pul tələb edəndə də onları sizinlə qorxudurlar. Deyirlər ki, bu obyektin arxasında bir deputat dayanıb. Bu nə məsələdir, Razi müəllim? Daha öncə də sosial mediada sizin qardaşınızla bağlı şikayət videosu qarşıma çıxmışdı. Nədir bu insanların sizin qardaşınızdan çəkdiyi, deputat müəllim? Bir açıqlama verə bilərsinizmi? Əlbəttə ki, bu deyilənlərin hamısı bir iddiadır. Amma bütün halda biz deputatımızdan bu mövzu ilə bağlı, elə bu iddialarla bağlı bir açıqlama gözləyirik. Mümkündürmü ki, bir dələduzluğun arxasında deputat dayansın? Bu ola bilərmi, Razi müəllim? Təsəvvür edirsinizmi? Bu insanları işlədiblər bir obyektdə, işləyəndən sonra onların halal haqları olan pullarını vermirlər. 8 aydır bu adamları süründürürlər. Adamlar pul tələb edəndə də öz haqlarını, öz əmək haqlarını tələb edəndə də onları deputatla qorxudurlar. Yəni mən inanmıram və inanmaq istəmirəm ki, belə bir dələduzluğun arxasında bir deputat dayansın. Və təbii ki, bu deyilənlərin hamısı bir iddiadır və biz deputatımızdan bu iddialara bir açıqlama gözləyirik. Həqiqətənmi bu obyekt Razi Nurlayevin qardaşına aiddir? Gerçəkdənmi insanları deputat Razi Nurlayevlə qorxudurlar? Həqiqətənmi bu belədir? Çünki vətəndaşlar onu iddia edirlər. Və bilirsiniz ki, qanunla deputatların bizneslə məşğul olmağı qadağandır. Yalnız o halda məşğul ola bilərlər ki, bizneslərini qohum-əqrabadan kiminsə adına rəsmiləşdirsinlər. Məsələn, qardaşlarının, əmisi oğlanlarının və s. Yalnız bu halda belə qeyri-qanuni yollarla bizneslə məşğul ola bilərlər. Amma mən vətəndaş olaraq inanmaq istəyirəm ki, heç bir deputatımız belə bir qeyri-qanuni yolla bizneslə məşğul olmur. Və onu da qeyd etmək istəyirəm ki, bu istisna hal deyil. Başqa yerlərdə də fəhlələri, ustaları aylarla işlədib pullarını vermirlər, yaxud pullarını kəsirlər. Niyə kəsirsiniz? Gücünüz bu sadə insanlara, ustalara, fəhlələrə mi çatır? Əslində, haqsızlığa məruz qalan hər bir vətəndaş həmin obyektin sahibini məhkəməyə verə bilər. Dərd oradadır ki, Azərbaycanda məhkəməyə müraciət etmək artıq pulsuz deyil. Müəyyən bir rüsumu ödəməlisən. Aylarla əmək haqqını ala bilməyən bu sadə vətəndaşlar o məhkəməyə müraciət üçün tələb olunan rüsumu necə ödəsin? Niyə cəmaatın pulunu vermirsiniz? Hansı haqla? Onsuz da qəpik quruş pul verirsiniz də, ona belə göz tikirsiniz. Bilirsiniz niyə? Çünki bu insanları adam yerinə qoymursunuz, saymırsınız. Hesab edirsiniz ki, yiyəsiz, kimsəsiz adamlardır, necə istəsəz elə də davrana bilərsiniz. Elə deyil axı. Sizin evinizdə balanız yoxdur. Bəs evinizə balanıza yemək alanda düşünmürsünüz ki, aylarla pulunu ödəmədiyiniz o fəhlənin, o ustanın evində də balası var. Və o, siz pul vermədiyinizə görə övladına yemək ala bilmir. Heç düşünmürsünüz bunu? Sizin övladınıza yemək lazımdır. Bu fəhlənin, ustanın övladına yemək lazım deyil. Hər şey ancaq sizin ailəniz, sizin övladlarınız üçün lazımdır. Və belə haqsızlıq edirsiniz, düşünürsünüz ki, kimdir ki fəhlə usta? Hə? Bəs nəzərə almırsınız onun Allahını. Düşünmürsünüz ki, etdiyiniz bu haqsızlıqlar bir gün qarşınızda çıxacaq. Heç bunu nəzərə almırsınız. Elə bir ilahi ədalət var, əmin olun, elə bir ilahi ədalət var. Etdiyiniz bütün bu haqsızlıqların hamısını zərrə-zərrə ödəyəcəksiniz.